Bu daha əvvəl gördüyümüz, öyrəşdiyimiz taksi deyil. Təsəvvür elə Back to the Future filmindəki DeLorean maşını bugünkü gündə peyda olub, amma tək fərqi budur ki, sükan arxasında duq yoxdur, heç sürücü də yoxdur. Bu artıq Tesla dövrüdür. Robotaksi ilə tanış olun. Yox, bu nə Bumblebee'dir, nə də Kit. Amma danışmasa da danışdıqlarımızdan daha ağıllıdır. Uzaqdan baxanda adi maşındır, yaxından baxanda hələ də adi maşındır. Sadəcə içində sürücü yoxdur və sizə qardaş hara gedirik demir. Əvvəllər filmlərdə belə maşınlar görəndə deyirdik. Bu nədir? Gələcəkdir bu. İndi isə gələcək qapımızın ağzındadır. Bəziləri üçün sevincli, bəziləri üçün qorxulu. Xüsusilə sükan arxasında sükana toxunmaq istəməyənlər üçün. Robovan isə sanki Ghostbusters maşınının elektrik versiyasıdır. Əvvəl bu maşında ruhlar tuturdular, indi isə sərnişin daşıyırlar. Yeganə fərq, proton silahları yoxdur, amma enerji doldurulması 30 dəqiqəyə tamamdır. Əgər Terminator 2-də Skynet bizi yox etməyə çalışırdısa, indi o bizə salam, sizi hara aparım deyir. Gəlin əsas məsələyə keçək. Təsəvvür elə, sən evdə divanda chips yeyib seriala baxırsan, maşın isə şəhərdə adam daşıyır, sənin üçün pul qazanır. Yəni maşın sənin üçün işə gedir, özü də yorulmadan. Maaş artımı nə vaxt olacaq demədən. Əvvəllər maşın evin qarşısında dayanırdı. İndi isə evin qarşısına gəlir, özü ilə pul da gətirir. Bu sanki Wall-E filmindəki robotların yeni versiyasıdır. Fərq odur ki, bu dəfə sən tərpənmirsən, amma kart hesabında artım olur. Bəli, gələcək artıq gəlib. Maraqlı videolar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.